Ailəmizlə yığıncağımız olacaqsa, əksər hallarda məhz buranı seçirik. Bura Badamdarda yerləşən plov restoranıdır. Niyə buranı seçirik? Çünki hər dəfə ürəyimizcə olur. Beyləqan quzusu ilə hazırlanmış ən dadlı kababları burada sınaya bilərsiniz. Lülə, tikə, antrikot dəhşət dadlıdır. Getsəniz bu moruq kompotunu da mütləq sınayın. Tavada xüsusi sousla hazırlanmış tərəvəzli bu quzu antrikot başqa bir level idi. İspanaqlı qaymaqlı canəti də dadlı idi. Burada ilk dəfə qazmaqlı ləvəngi sınadım. Dəhşət bir şey idi. Ət sevməyənləri də nəzərə alıblar. Burada belə dadlı göbələkli kartof kotletləri var. Getsəniz sınayın. Burada fərqli salatlar da var. Məsələn, heç yerdə görmədiyim bu göyərtili ətli salat çox dadlıdır. Ümumiyyətlə məkan o qədər ürəyimizcədir ki, bir dənə mənfisi yoxdur həqiqətən. Yılıq ət salatı da çox dadlı idi. Yeməklərin içində ən bəyəndiyim bu quzu krevetka oldu. Dadına doya bilməyəcəksiniz. Bunu getsəniz mütləq sınamalısınız. Məkanda hər şey çox dadlıdır. Çörəyə qədər özləri bişirirlər. Ab-havasına isə söz yoxdur. Bakıda ola-ola elə bir rayondasınız. Təp-təmiz hava, canlı musiqi lap ləzzət eləyir. Balqabaq sevməyən mən burada balqabaqlı belə bir desert sınadım. Çox dadlı idi. Qeyd edim ki, məkanda 50-60-100 nəfərlik banket zalları, ayrı-ayrı kabinetlər də mövcuddur. Hər gün axşam 7-dən sonra canlı musiqi var. Bura 1-2 saatlıq getmək mümkün deyil. Saatlarla burada əyləşmək istəyəcəksiniz. Aşağıda səhifələrini də qeyd edəcəm.